möhtəşəm saraylarından olan Xəmsə Şadlıq Sarayında sizləri salamlayır, xoş gəlmişsiniz deyirik. Bugün Mığır rayon icmasının təşkilatçılığı ilə bayram süfrəsi arxasında Azərbaycana yazın gəlişini simvolizə edən çox qədim zamanlardan ənənəyə çevrilən Novruz bayramı münasibəti ilə toplaşmışıq. Tədbirimizi açıq elan etməzdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Ulu öndərimiz Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmək hamımız üçün böyük şərəfdir. Gəlin onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Əziz qonaqlar, indi isə Mığır rayonunun ayrı-ayrı kəndlərinin Novruz atributları ilə sizi tanış olmağa dəvət edirik. Xanımlar zəhmət olmasa öz masaları arxasında dayansınlar. Xahiş edirəm, kənd insanlarından masaların arxasına keçsinlər, atributlar olması arxasına qanun keçsinlər. Hər kənd yaxşı. Bizde ne var? Burada yok. Her şey var. Bundan alalım. Yumurta koyuyoruz. Alan şey de var. Vallahi güvercede şaşırmalar olmaz. Yavrum da. Bakar bak. Bizim aklı var. Size sormaklar var. Var evet. Tebrik ederim. Şehir değil mi? Bu şehrin. Çok sağ olun. Siz ne dersiniz? Memnun. Bayramı görmedim. Burada. Millet geldi. biraz bayramımız var. Bu arada. Sağ olun. Biraz da su. Gözünden askı bir kızdı olsa. Omurga niye yok?
Yəqin eşoflarını sizlər. Oradadır. Oradadır. Müvəzzir sahibdir. Arasınlar da var. Araqçın nə üçündür? Bu xanımlar üçündür. Ha, bunu Bəli, bəli, hamısı almışsınız xanımlar ya üçün. öz istəyirsiniz? Yox, onu özüm eləmişəm. Bununki gətirdim. Bu yəqin xanımlar üçün. Bəli, bəli, xanım. Onlar xanım üçündür, bu kişi. Yox, yox, hamısı Hamısı xanımlar xanım. üçün. Bəli. Ha, qovrulu var. Qovur da yəqin yoxdur. Qovrulu mu ki bu? Qovruldur. Yaxşı qovurublar sadəcə. Tədbirə də baxa bilərsiniz. Çox yanlarım almışam. Bu araq günləri baxdı xanım, həkim xanımımız. O ikisini mən eləmişim, mən Oy, nə bəs? mamamlar. Bir gətirmək. Mübarəkdir, bayramda. Sağ olun. Buna nə deyirsiniz siz? Qarğadısı, naxaşı qarğadısı. Yox, bu geyinmə. Çaxmaq. Hə, papır. Papır, papır. Həyətdən. İnşallah, inşallah. O günlər. Kimin həyətinədir? Sizdə. Bizim də həyətimiz artıq. Necə oldu? Söz gətirmək. İfade Bizdə o da çatdırsın. Biraz oturayım. Yaxşı ki, qolu ilə. Onlar təbirlər. Özü tərcihlər. Bəli, bunlar əziyyət. vallahi. Təzə işim. Bu nədir? Səvət dəstələr. Evet, bu abla. Bunlar da biz kablar. Kimdir bunlar? Ha? Yanımlar bunda bence. Yazım acalı. Qaynana şəhət. Qaynanaya yox. Mövz də var burada, çəkməli. Buna nə deyirsiniz? Neviz. Ha, yemiş, meviz. Meviz. Bəli, nüvəli. Meviz. Buna baxın. Bu da çirişli, çirişin kitabıdır. Kitabı da. Bundan xoş görürsünüz. Yok, maçet değil. Maçet değil, ne maçet? Ben de durum. Qovurğazlar, qovurğa. Nə baxın. Bu tədbirə təşrif buyuran hər kəsi ruhən, qəlbən birləşdirən müqəddəs bir amal var. O amal ki, bizi kökümüzdən qopmamağa, bu günümüzü məğrur yaşamağa və gələcəyə doğru inamla addımlamağa sövq edir. Bunun təməlində isə doğma yurt, el-oba sevgisi dayanır. Novruz bayramı Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi Mığri rayonunda da, onun ayrı-ayrı kəndlərində də xüsusi statusu olan sakinlərin böyük həvəs və coşqu ilə gözlədiyi və qeyd etdiyi bayram olub. Bu bayram Azərbaycan xalqının dərin tarixini göstərməklə yanaşı, elə indiki Ermənistan ərazisində yaşamış soydaşlarımızın da o torpaqlardakı tarixinin necə dərin olduğunu, o yerlərin əsl sakinlərinin kimlər olduğunu göstərən amillərdəndir. Azərbaycan Prezidenti Müzəffər lider Cənab İlham Əliyevin də Qarabağın işğaldan azad edilməsindən dərhal sonra Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməsinin,
icmanın bugüne qədərki fəaliyyətinin, rayon və kənd icmalarının formalaşdırılmasının əsas qayələrindən biri həm də bu tarixi yaşatmaqdır. Deyirlər, hər hansı bir hadisə əvvəlcə ən azı bir ağılda, bir düşüncədə olur. İllərdir bizdən ayrı düşmüş gözəl Qarabağımıza qayıtmaq, orada milli varlığımızın dünya qədər qədim parçası, yaradılışdan, təbiətdən su içmiş əsas kaloritlərindən biri olan Novruz bayramını keçirmək istəyi də yalnız düşüncələrdə və istəklərdə idi. Ancaq bu istək o qədər güclü və yaygın idi ki, həqiqətə çevrilməmək kimi bir boşluq ola bilməzdi. Çox şükürlər olsun ki, bugün bu istəklərin, bu arzuların coğrafiyası daha da genişlənir. Əgər biz bu saatdan, bu anlarda Azərbaycanımızın mənən ayrılmaz tarixi parçası olan Qərbi Azərbaycan ellərinin, Mığrinin də Novruzunu keçiririksə, gün gələcək bu bir gerçəyə dönüşüb, elə o coğrafiyanın özündə qələbəyə bürünmüş Novruz tonqalları ilə yadda qalacaq. Arzu edirik və inanırıq ki, bu əsrdə Novruzumuzun tonqalı bütöv Azərbaycan boyda böyük, uca və rəngarəng olacaq. İndi isə bu məclisə, bu arzunun, bu sevginin işığına yığışan bütün ellilərimizi salamlamaq üçün söz verilir Mığrı icmasının sədri Akademik Fikrət Müəllim Əliyevə. Əziz Mığrılılar, inanın, indi aparıcının dediği sözü bir də təkrar edirəm. Heç ağlıma gəlməz ki, nə varsa Mığrını bir yerə yığacaq. Mığrının hər kəndi bizim üçün əzizdir. Və hamınızı salamlayaraq, can sağlığı arzulayıram. Qarşıdan gələn bayramımızı ürəkdən təbrik edirəm. Bir neçə cümlə icma haqqında danışmaq istəyirəm. Bu Mığrı icması ümumiyyətlə mənim aldığım informasiyaya görə ən aktiv icmadır. Bütün Qərbi Azərbaycan icmalarının içində ən aktiv icmadır. Hər cəhətdən aktivdir. Həm Qərbi Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq nöqteyi nəzərindən, həm çox ciddi formada tədbirlərimizin keçirilməsi baxımından, həm Qadınlar Şuramızın aktivliyi, kənd icma rəhbərlərinin gördüyü işlər, bunlar hamısı bizim birliyimizə dəlalət edir. Burada bir məsələ var. Ümumi liderimiz, mən baxıram, bölgə haqqında, Mığrı haqqında ancaq ətraflı danışır. Mığrını həmişə tərifləyib, Mığrı cəmaatının dəyanətli olduğunu deyib və bu baxımdan elə bu deyilənlərə Mığrı cəmaatda layiqdir. Ona görə hamınıza bir daha sağ ol deyirəm tədbirə qatıldığınız üçün. Çünki bu bizim birliyimizi göstərir və heç zaman olmayan qədər torpaqlarımıza qayıtmağa mənə elə gəlir ki, yaxınım. Nə mənada? Mən bugün bir saytda verilişə baxdım. Ermənistanın prezidentinin qədim Azərbaycan torpaqları olduğun Yerevanın, elə də o biri mahalların qədim Azərbaycan torpaqları olduğunu təsdiq edir, özü təsdiq edir. Yəqin onları təsdiq etməyə məcbur edən Ali Baş Komandanımızın rəhbərliyi ilə bizim gücümüzdür, Azərbaycanın gücüdür. Və bu bir daha onu göstərir ki, bizim oraya qayıtmağımız çox uzaq deyil. Necə ki, ən axırıncı Mığrı çıxır, yəqin ən əvvəlincidə Qərbi Azərbaycandan Mığrı daxil olacaq. Çünki Zəngəzur dəhlizi bu saat dünyanın gözündədir, dünyanın gözü qabağındadır. Bütün dünyanın istəyidir Zəngəzur dəhlizinin açılmağı. Çünki Çindən, Monqolistandan, elə Orta Asiyadan tutmuş Avropaya qədər yeganə ən yaxın yoldur. Ən yaxın yoldur ki,
bunları bir-birinə birləşdirəcək. Ona görə mən hesab edirəm ki, o zaman yaxınlaşır. Heç yadımdan çıxmır. 22-ci ilin 24-ü dekabrda Cənab Prezident Qərbi Azərbaycan ziyalılarının qarşısında çıxış elədi. Və orada dedi ki, mən heç vaxt ad günümü qazetədə qeyd eləməmişəm, Masumov müəllim. Dedi ki, mən buranı, Qərb Azərbaycanlıları özümün ailəm bilirəm. Ona görə mən gəlmişəm bugün ad günümü burada keçirməyə, öz ailəmin yanında keçirməyə. Bu çox böyük bir mesajdır bizə, çox böyük mesajdır. Ona görə gərək biz birliyimizi göstərək. Qayıtma söhbəti gündəliyə gəlirsə, biz birliyimizi göstərməliyik. İndi Allah qoysa qayıdıb gedərik orada, nə sözümüz var, orada bir-birimizə deyərik. Ona görə indi hər şey unudulmalıdır. Cənab Prezidentin dediyi kimi ailə formasında birləşməliyik. Mən elə gəlir, burada çox danışmanın bir o qədər adı yoxdur. Bura əsasən biz yer olmuşuz, qarşıdan gələn Novruz bayramımızı təbrik eləyər, bir-birimizi təbrik eləyər, kənd izmaları bir-birini təbrik eləsin. Həm də oruçdur, yormayın sizi, iftar açacaqsınız. Bir də orucunuzu təbrik eləyirəm, mübarək olsun. Qarşıdan gələn bayramımızı ürəkdən təbrik eləyirəm. İzmanın rəhbərliyi adından can sağlığı arzulayıram. Allah heç bir sınıqlıq verməsin və uzun ömür hamınızı arzulayıram. İstədiklərinizdən biri edir. Sağ olun. Sağ olun. Təşəkkür edirik, hörmətli Fikrət müəllim. İndi isə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza Novruz təbriklərini özündə ehtiva edən səs yazısını dinləyək. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz talihimizin sahibiyik. Bizim xalqımız belə qədim, zəngin mədəniyyətə malikdir. Bizim milli bayramımızdır. Bu bayram əsrlərdən əsrlərə bizim milli, dini, adət ənənələrimizi yaşadıb bu günlərə gətirən bayramdır. Və ona görə də bu bizim ümumi devlət bayramımızdır. Ümumi milli bayramımızdır. Ümumi xalq bayramımızdır. Və o da məlumdur ki, hər bir insanla, hər bir vətəndaşla, ümumi xalq, ümumi devlət, ümumi ölkə amilləri bir olanda, onda bayram da yüksək bir səviyyə qalxır, onda insanlar da bir-birindən daha da sıx olurlar. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi
bugün de bizi birleştirir, bizi daha da hemrey edir. Bizim halkımızda daha da birlik yaradır ve birlik yaratmaya hizmet edir. Novruz bayramı halkımızı həmişə birləşdirən, bir yerə yığan, insanları birbiriyle barıştıran bayram olubdur. Ona göre de bunu insanlar sevir, bu bayramı. Ənənələriniz, bizim xalq ənənələri məlumdur. Bu bayramda küsüllər barışır. Bu bayramda insanlar birbirine konak gelir. Bu bayramda insanlar birbirine daha da mehriban olur. Daha da yakınlaşır. Birbirinin günahından keçir. Birbirinin səhvini bağışlayır. Cəmiyyətdə insanlar arasında münasibətlər daha da saflaşır, daha da yüksəlir. Ve beləliklə bu bayram bizim xalqımızın milli birlik, milli həmrəylik bayramıdır. Mən də arzu edirəm ki, sizlə birlikte gedək Şuşaya. Gedəcəyik. Buna inanın ki gedəcəyik. Şuşa bir tek Şuşalılar için yok. Her bir Azerbaycanlı için Şuşa aziz bir anlayıştır. Azerbaycan'ın deyə bilərəm ki gözüdür. Her bir Azerbaycanlı için bu iftihar bir nöqtəsidir. Ona göre Şuşa bir yaşayış mekanı değil. Şuşa bizim milli rəmzimizdir. Şuşa bizim medeniyetimizin, tarihimizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Laçın bizim Azerbaycan'ın en yüksek dağları, güzel sefası, güzel meşeleri, güzel bulakları, güzel çeşmeleri, güzel çayları olan bizim bir diyarımızdır. Hiç vakit biz Laçınsız yaşayabilmeliyiz. Ağdam kimi güzel bir şehir, güzel bir mekan, güzel bir bağ, bahat, güzel yer. Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşayabilməliyik. Heç vaxt yaşayabilməliyik. Və heç vaxt da Azərbaycanı, bu gözəl Azərbaycanın güşəsiz təsəvvür edə bilməliyik. Mən bu yerlərin adlarını çəkirəm. Təbiəti haqqında danışıram. Bəs bu təbiətdə, o yerlərdə Azərbaycan xalqını yaşadan insanlar, böyük insanlar, sizlər Azərbaycanın əziz insanlarısınız. Ona görə mən bu günləri, bu əziz bayram günü mən sizlə olmağı özüm üçün ən xoşbaxt bir hadisə hesab edirəm. Bugün Novruz bayramını bir yerde keçirdirik. Gün olacaq ki bu Novruz bayramını bir defa mən gələcəm Şuşada keçirdəcəyik. Ki o birisi gələcəm Laçında.
o birisi Kəlbəcərdə, o birisi Ağdamda, o birisi Füzulidə, o birisi Cəbrayılda, Lənkəranda, Qubadlıda. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram. Əziz bacılar və qardaşlar, sizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bugün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmiyyətlə salamlayıram. Onların canı qanı bahasına biz doğma torpaqlarımıza qayırmışıq. İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqını bir daha salamlayıram. Bütün Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Mütləq. Siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınıza, bulaqlarınızı, çaylarını da görəcəksiniz. Ata babalarının qəbirlərini də görəcəksiniz. Ben buna heç şübhə etmirəm. Şörəyel, Dağ Borçalısı, Dilican, Kərbi Basar, Qırxbulaq, Sərdarabad, İrəvan, Göyçə, Zəngi Basar, Dərələyəz, Zəngəzur, tarixi Azərbaycan torpaqları. Deyir aşağı vətənə sarı, köynək kətənə sarı, çıxın uca dağlar başına, baxın vətənə sarı. Bizə söz verilir Mıqlı rayon icmasının Qadınlar Şurasının sədri Nərinə Məmmədovaya. Hər vaxtınız xeyir, əziz ellərim, hörmətli Mıqlı rayon kəndləri, icmaların üzvləri, hər birinizi xoş gördük. Həmişə beləncə xoş günlərdə, bayramlarda görüşək inşallah. Bugünkü görüşümüzün məqsədi hər kəsə aydındır. Bu Novruz münasibəti ilə yığışmışıq. Novruz
yeni gün deməkdir. Novruz bayramı İranlıların qədim bayramıdır. Onlar Novruzu milli bayram kimi qeyd edirlər. Şimal yarımkürələrində isə Novruz gecə-gündüz bərabərliyi, yazın ilk gəlişi kimi qeyd edilir. Ümumiyyətlə 2009-cu il sentyabr ayının 30-unda Birləşmiş Millətlər UNESCO-nun qeyri-maddi mədəni irs siyasına Novruz bayramı daxil edilmişdir. Və 2010-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Assambleyasının 64-cü sessiyasında 21 Martı Beynəlxalq Novruz günü kimi qeyd etmişlər. İndi hal-hazırda bütün müsəlman ölkələrində, daha doğrusu Türk dünyasında Novruz bir bayram kimi qeyd edilir, bizdə də həmçinin. Novruzun bir çox adətləri var. Novruz adətlərindən 4 çərşənbədən sonra, ilaxır çərşənbədə, çərşənbəni qeyd etmək, tonqal yandırmaq, tonqal üzərindən hoppanmaq, qapılarda qulaq asmaq, qulaq bağına çıxmaq və s. Sonra Novruzun bir çox adətlərindən biri də şal sallamaq, sonra yaşlı insanların təbrik eləmək üçün onlara baş çəkmək, şal sallamaq ta qədimdən çox hörmətli Məmməd Hüseyin Şəhriyar demişkən, nə gözəl qayda idi şal sallamaq, bəyin şalına bayram payı bağlamaq. Bu adət deməli tarixdən, qədim tarixdən gəlir, İranın tarixindən gəlir. Sonra bizdə bir çox adətlər vardır. Yəni, qapıda qulaq asmaq ki, orada eşitdiyin xoş söz sənin həyatın üçün, bir il müddətində sənin həyatın üçün uğur gətirə bilər. Açar falı var, alma falı var, güzgü falı, sonra ayaqqabı falı. Məsələn, ayaqqabı falında deyilir ki, əgər bayram axşamı cavan qız ayaqqabısını üzü qapıya doğru dayanıb, ayaqqabısını çiyni üzərindən atarsa, ayaqqabının ön hissəsi evə doğru olursa, deməli, həmin ildə qız evdə olacaq. Əgər qapıya doğru olarsa, deməli, o gedəcək, gəlin köçəcək. Və yaxud açar falı, xanım öz bəxtinin taleyini yoxlamaq üçün açarı götürür, qapının yanında, yolun kənarında dayanır və açarı ayağının altına qoyur. Və oradan gəlib gedənlər xoş sözlər deyirlərsə, açar burada simvolik mənadadır, yəni bəxtinin açılması mənasında. Xoş sözlər eşidirsə, deyir, mənim işim düzələcək, nişanlı olacaq və s. Alma falı da yenə buna oxşar. Xanım bir alma qabında olan almalardan bir dənəsini götürüb, orada öz ürək sözlərini yazır və gizli qoyur almaların içərisində. Evdə olan şəxslərdən bir nəfərə deyir, almalardan mənə deyir. O verdiyi alma, onun seçdiyi alma olursa, o özünü xoşbəxt sanır, deyir, mənim taliyim gətirəcək. Beləliklə, Novruz çox bizim ölkəmizdə olduğu kimi bütün Türk dünyalarında geniş şəkildə qeyd edilir və istər gənclər, istər uşaqlar bu bayramı böyük həsrətlə gözləyirlər. Novruz bayramı münasibəti ilə mən bugünkü gündə hər birinizi təbrik edirəm və inanıram ki, möhtərəm prezidentimiz İlham Əliyevinin siyasəti və Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə inşallah biz növbəti Novruzumuzu öz Meğrimizdə, öz kəndlərimizdə qeyd edəcək. Bu cür yığışmış insanlar Meğridə Novruz bayramını inşallah qeyd edəcəklər. Bu bizim ən böyük istəyimiz, arzumuzdur. İnşallah. Təşəkkür edirik Nərinə xanım. Bəzi qonaqlar, bu tədbirimiz həm də müqəddəs Ramazan ayına təsadüf edir. İftar saatidə Allah oruçlamalarımızı, dualarımızı qəbul etsin. Elə həm də bu münasibətlə söz verilir Nüvəli sakini Məsləhət Rəhimovaya. Akşamınız xeyir olsun. Elimiz, ovamız, istədiklərimiz, əzizlərimiz, hər vaxtınız xeyirli olsun. Oruçlu ayımızdır, Ramazan ayıdır. Allah da buyurub, 11 ayın sultanı olan Ramazan ayıdır. Həm də düşür, bir ildə, 2 ildə düşür.
Novruz bayramına. Allah oruç bayramınızdan, Novruz bayramlarınızdan mübarek olsun. Müslüman halkının milli bayramlarının her biri mübarek olsun. Oruçluk demek Kur'an'ın derinlikleri var. Biz səhv deyərik, düz demərik. Ancaq bildiyimiz oruçluq iradə deməkdir. İnsandakı olan iradəni biruzə verir, Allahın buyurduğuna iradə bağlayır. Öz qəlbindəki mən bu oruçluğu tutmalıyım. Öz nəfsinə, öz canına nə pay düşürsə Allah Teala'nın buyurduğu, onun yolunda icra edə bilir. Allah bütün oruç tutanların oruçlarını qəbul eləsin, dualarımızı Allah Teala dərgahında qəbul eləsin. Elimizdə, obamızda görüşək. O vaxt yanan tonqallarımızı bizlərin də gücü çatmasa, cavanlarımız onları bəyan eləsin, təkrar eləsin. Adətlərimiz, ənənələrimiz yerinə gəlsin. Allah Teala bu dualarımızı da bu gözəl Ramazan ayında qəbul etsin. İnşallah. Amin inşallah. Şəhid anası Məsləhət Rəhimovaya təşəkkürümüzü bildiririk. Axşamınız xeyir, evlilərimiz, qohumlarımız və Mığrı cəmaatı adından ilk növbədə sizləri təbrik edirəm Novruz bayramı münasibətilə və Mığrılar adından bütün Qərbi Azərbaycan icmasının Ramazan ayını təbrik edirəm. Qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Bu Novruz bayramı, Novruz günləri, adət-ənənələr əlbəttə bizim türkçülüyümüzü, tariximizi, keçmişimizi göstərir və Allah olur babalarımıza, nənələrimizə rəhmət eləsin və onları da yaşadıb bu dövrə gətirib çıxartmışıq. Bizə isə bu bayramı gələcək nəsilə ötürmək qalır. Novruz günlərində əlbəttə təbiət oyanır, insanların ruhu oyanır, hamı bir-biri ilə paylaşır, ruhunu, yeməyini, hamısını paylaşır. Nəysə adət-ədənələrimizi biz borcluyuq ki, yaşadaq. Əlbəttə, bayramlarımızın, bu bayramların keçirilməsində bizim qəhrəman balalarımızın, Ali Baş Komandanımızın rəhbərliyi altında əldə etdiyi qələbələr və onların şücaəti böyük rol oynayır. Və onların əldə etdiyimiz qələbələr sayəsində bəli, bu bayramları, toy nişanları biz keçiririk. Və Qərbi Azərbaycanın icmasının fəallaşması da Qarabağımızın azadlığından, qələbəsindən sonra daha da aktuallaşdı və prezidentimizin ən önəmli məsələlərindən birincisidir. İnşallah bu bayramı da biz doğma yurdumuzda, nüvədimizdə, Mığrımızda və digər Qərbi Azərbaycan bölgələrimizdə inşallah keçirəcəyik. Gün o gün olsun, doğma yurdumuzda görüşək, tezliklə bu gələn ili inşallah arzulayırıq. Bu yaxın günlərdədir, ancaq onu arzu edək ki, doğma elimizdə bu bayramı qeyd edir. Bir daha təbrik edirəm və burada olmayanları da təbrik edirik. Sağ olun. Əziz qonaqlar, indi isə söz verilir Aldərə kənd icmasının sədri Şəhrut Quliyevə. Axşamınız xeyir, bu gözəl şadlıq istirahət mərkəzində hamınızı salamlayıram. Bugün biz meyrilər üçün tarixi bir gün kimi qiymətləndirməliyik. Ona görə ki, 36 ildən çoxdur ki, bəlkə də bu formada biz birinci dəfədir ki, bu toplantıda iştirak edirik. Mən hesab edirəm ki, Cənab Prezident İlham Əliyev cənablarının sərəncamının əsasında 2024-cü ildə, 22-ci ildə verilmiş Qərbi Azərbaycan icmasının yaradılması ilə bağlı olan sərəncam Qərbi Azərbaycandan olan Qərbi Azərbaycanlara verilən ən böyük dəyərdir, ən böyük töhfədir, ən böyük növbətdir. Eyni zamanda bu icmanın yaradılması
mən düşünürəm ki, Qərb Azərbaycanlıların bir nöqtə ətrafında birləşdirərək böyük güc mənbəyinə çevirməklə Cənab Prezidentin qarşıya qoyduğu hədəfə çatmaq üçün atılan ilk addımdır. Yəni, mən bugün Meyli cəmaatının hamısını bura gördükdə özümüzdən çox xoş günlərimizi xatırladıq. Doğulduğumuz illər, Meyli rayonunda və onun kəndlərindən toy şənliklərində iştirak elədiyimiz, eyni zamanda keçirdiyimiz nurlu şənliklərini xatırlamaq məcburiyyətində qaldıq. Yəni, mən bir şey qeyd etmək istəyirəm ki, Meyli rayonunda yaşayan Azərbaycanlılar bizim millətimizə, devlətimizə xas olan milli adət-ənənələri bugünkü günə qədər ən yüksək səviyyədə qoruyub saxlaya bilmişdilər və insanlığa xas olan bütün xüsusiyyətlər, xarakterlər mən deyərdim ki, bizim doğduğumuz məkanda mövcud edir. Yəni, Novruz bayramının hazırlanması bildiyiniz kimi, yəni 4 həftədən sonra ardıcılıqla yerinə getirilirdi. Yəni, insanlar əvvəlcədən bu tədbirin keçirilməsinə lazım olan hazırlıq işlərini görürdülər. Yəni, şəkərbura, paxlava və s. işlərini görülməsi əvvəlcədən planlaşdırılır. Yəni, bugün Azərbaycanda bayramlar çoxdur, amma mən hesab edirəm ki, bayramların şahı elə məhz Novruz bayramıdır. Novruz bayramında bir çox şeyləri xatırlatmaq fikrindəyəm. Yəni, bayaq qeyd edildiyi kimi, küsülərin barışması, nişanlı oğlanların qız evinə, belə deyək, 7 ləvin deyirlər bu kənddə, qönçə hazırlanması və evlərə gedilməsi çox gözəl xatirimizlədir. Eyni zamanda gənclikdə, yəni təhsil aldığımız orta məktəblərində də yəni ən çox yadda qalan, belə deyək, uşaqların Novruz bayramı ilə əlaqədar yumurta döyüşməsi idi. Buna görə də mən Novruz bayramı eyni zamanda təbiətin dəyişməsi ilə, insanların libasının dəyişməsi, təbiətin özünün gülsə ilə, öz ətri ilə, bənövşəsi ilə bizim həmişə xatırımızda olubdur. Ona görə də bu bayram münasibəti ilə mən sizin hər birinizi ürəkdən təbrik edirəm. Allah Teala'dan arz edirəm ki, hər birinizə Allah o qədər ömür versin ki, hər bir Meyli sakini öz doğma yurduna qayıda bilsin. Təbii ki, biz Meylilər də o günkü günü səbirsizliklə gözləyirik. Çox sağ olun, var olun. Mən hamınızı bir daha qarşıya gələn bayramı təbrik edirəm. Qadınlarında çox xüsusilə. Sağ olun. Təşəkkür edirik. Növbəti kənd icması, Leyvaz kənd icmasının sədri Nazim Kələntərova söz verir. Axşamınız xeyir. Mən də bu zala toplaşan bütün yerlilərimi, müvəddilər, əldərəklər, böyük, Murazəmir, Leyvaz hamısını salamlayıram və qarşıdan gələn Novruz bayramı münasibəti ilə hamısını təbrik edirəm. Bugünkü tədbiri həyata keçməkdə mən ilk növbədə Möhrə icmasının sədri akademik İzzət müəllimə öz təşəkkürlərimi bildirirəm. Asman doktora öz təşəkkürlərimi bildirirəm. Sağ olsunlar. Bütün əməyi keçən bu insanlara öz Leyvaz kəndinin insanları, onların adından təşəkkür edirəm. Leyvaz kəndi elə bir kəndidir ki, orada əlbəttə 5 kəndin nümayəndəsi var idi. Yaşayırdı vaxtı ilə ermənilərin və Sovet hökumətinin məqsədə yönülmüş şəkildə digər kəndləri ləğv edərək Leyvaza toplaşmışdılar. Amma Leyvaz həm də ermənilər də yaşayırdı. Bütün bunlara baxmayaraq Leyvaz kəndi həmişə öz adət-ənənəsini qoruyub saxlamışdı. Novruz bayramına hələ bir ay qalmış. Demək olar ki, cəmaat bayrama hazırlaşardılar, canlaşma gecədə hiss olurdu ki, qarşıda bayram var. Yəni, Novruz bayramı belə idi. Sonuncu çərşəbədə kəndin cavanları tonqalar qalayardılar dağın döşündə. Hər həyatda tonqalar olardı. Yəni, bir şey çox maraqlı keçərdi. Mən də bir daha hamınızı təbrik edirəm. Qarşıda gələn Novruz bayramı münasibəti ilə hamınıza möhtəm can sağlığı arzulayıram. Gün o gün olsun ki, beləncə gözəl bayramlarımızı biz
öz elimizdə, obamızda, Mığrımızda, Nüvəlidə, Əldərədə, Duğudda, Leyfazda, Qərçivanda, Merlidə, Lökdə, Marazəmdə qeyd edək inşallah. Allah hamınızı qorusun, var olun, sağ olun, təbrik edirəm bir daha. İndi isə söz verilir Lök kənd icmasının sədri Hacı Məmmədova. Axşamınız xeyir olsun, dəyərli qurbanlar. Mən ilk növbədə burada əyləşən şəhid valideynlərini, burada iştirak edən, bizə bu gözəl tədbiri keçirməkdə bu şərait yaratı ilk onlardır, onların övladlarıdır. Mən ilk növbədə onların əllərindən öpürəm, şəhid ailələrinin. Uca Allahdan onlara rəhmət edirəm. Düşünürəm ki, bunlar Zəngəzurun, Kərbəlayırdan gündəmə gəlməkləri böyükdür. Allah bizə nəsib eləsin ki, gələn il bu vaxtı biz öz doğma diyarımızda, Nığırda, Nüvəlidə, Əldərədə, Lökdə, Marazəmdə, Əyərəkdə, bu kəndlərdə qeyd edək. Bu şəkildə bir-bizə qonaq gedək. Doğrudan Nazımların qeyd elədiyi kimi bizim rayonun cəmaatının gözəl adətləri vardır. Gecə gedib qapıdan Dərşənbə payı var bayramın önündə, tonqalla qar yağacaq. Uşaqlar daşı, təkər daşıyar dağların döşünə. O günlərin hamısı xatirəsini yaşayırıq. Allah nəsib etsin ki, kəndə döndüyümüzdə, o rayona döndüyümüzdə o günləri bir də yaşayaq. O günləri canlı olaraq Allah hamımıza nəsib eləsin. Əfsuslar olsun ki, oradan çıxan heyətin böyük qismi bizim yaşlı valideynlərimiz dünyasını dəyişiblər. Allah onlara rəhmət eləsin, hamısına, məkanları cənnət olsun. Biz onların ruhlarını o zaman şad edirik ki, o dönüşümüzlə, apardığımız işlərlə, bunlarla öz vətənimizə toplanmıyoruz. Bir daha hamımızı təbrik edirəm, ucalatmanızdan sağ arzulayıram. Qarşı ilə Novruz bayramı var, Ramazan bayramı mübarək olsun. Sağ olun, var olun. Əziz qonaqlar, indi isə Mığrı rayonu və kəndləri qadınlar üzrə cavabdeh şəxslərə söz verilir. Mığrı şəhər icması üzrə Ümbətova Elmira. Əziz ellilərim, hamınızı xoş gördük. Bu gözəl gündə hamınızı xoş gördük. Xoş gəlmişsiniz hamınız bu əziz günümüzdə. Novruz bayramına hamınızı təbrik edirəm. Hamınıza can sağlığı arzulayıram. Biz o gün olsun ki, bizim evrimizdə, kəndlərində, Leyfazda, Nüvəlidə, Əldərədə, Marazəmidə, Lökdə, o gözəl kəndlərimizdə, evrimizdə bu gözəl bayramımızı qeyd edək. Mən onu arzulayıram. Sağ olun. Aldərə kənd icması cavabdeh şəxs, qadınlar üzrə cavabdeh şəxs Məmmədova Nanə. Bu bahar tərəvətli və nüşə ətirli bir yaz axşamında hər birimizi xoş gördük. Ürəyi vətən həsrəti ilə böyünən dəyərli həyatımızı. Artıq bilirsiniz ki, 3000 ildən artıqdır ki, dünyanın bir çox ölkəsində, Balkanlarda, Qafqazda, nəinki Qafqazda, hətta Orta Asiyada, Yaxın Şərqdə 300 milyon insandan çox şəxs deməli, Novruz bayramını böyük təntənə qeyd edir. Biz yaşadığımız Merli bölgəsində Azərbaycanlıların sıx yaşamamağına baxmayaraq, başqa millət içərisində yaşadığımıza baxmayaraq, amma Novruz bayramını, ümumiyyətlə dini bayramlarımızı, istər yas mərasimləri olsun, istər tədbirlərimiz, adət-ənənələrimiz olsun, biz onlara hörmətlə yanaşıb həmişə uzun illər
onlara təntənəflər keçirmiş. Baxın, bugünkü tədbirimizdə mən baxıram, fikirləşirəm ki, bax, vətən nə deməkdir? Vətən, vətəndaşların birləşmə nöqtəsi. Biz hər tədbirdə yaxınlaşıb, yəni birləşdiksə bir-birimizə, mən hiss edirəm ki, artıq bir addım vətənə yaxınlaşırıq. Hər görüşümüzdə addım-addım yaxınlaşdıqca artıq elə bir məsafə qalmayacaq inşallah. Mevri rayonunun bütün kəndlərində olduğu kimi, Ağdərə kəndində də Novruz bayramı böyük təntənə ilə keçirilərdir. Deməli, Mehmet Hüseyin Şəhriyarın Heydər Babiyə salam poemasını oxumaq və orada Novruz bayramının bütün adət-ənənələri sanki bizim kəndimizdə təsvir olunmuşdur. Mənim üçün vətənimin bütün fəsilləri gözəldir. İstər qışı olsun, istər baharı, istər payızı, istər yayı. Mən onun bütün fəsillərini çox sevirəm. Amma yazın bir başqa əlaməti var. Yazın bir başqa əlaməti var. Yaz mənim üçün tamam bir başqadır. Amma xahiş edirəm. Bax, mən müəlliməyəm. Uşaqlar şuluq eləyəndə əlimi stola çırpıram. Neyim? Stola çırpıb məni dinləyəsiniz. Elə kövrəlirəm bahar gələndə, yurdumun baharı yadıma düşür. Novruz bayramını yada salanda, bənövşə nübarı yadıma düşür. Söğütlü atların kənarı yarpız, kolların içindən boylanır nərgiz. O nurlu çeşmə də dərədə yalqız. Çayların axarı yadıma düşür. Sini bəzənərdi yedi lərdilənlə, noğulu nabatı şirin vevizlə. Alana xoşlardıq şəkər cəvizlə, kəndimin bəhəri yadıma düşür. Dağların başında yanardı tonqal, hayküy səsimizdən qaçardı çaqqal. O gün kəndimizdə olardı xoşqal, həmən o günləri yadıma düşür. Səhər o başdan, təndir qalanardı səhər o başdan, dəstənə bişərdi cəvizli maşdan. Nənəm naxışlardı pukan maqqaşdan, isti çörək ədir yadıma düşür. Nişanlı qızların bayram xonçası, yadımdan çıxmayır Novruz səfası. Hədiyə gələrdi coraq boğçası, ilmənin gülləri yadıma düşür. Səhər aylanda gedərdik çaya, hoppanıb deyərdik aranlıq suya. O günlər necə keçdi bilmədik güya, ötən günlərin gövhəri yadıma düşür. Allahım o günlər necə xoş idi, bir deyən olmadı ay qala bəsdir, necə uçub getdi sanki quş idi, uşaqlıq illəri yadıma düşür. Yəqin həsrət qalıb o dağlar bizə, yəqin həsrət qalıb o dağlar bizə, çeşməli çaylara, tüstülü bağa, gedirəm yurduma gələn Novruza, arzu xəyallarım yadıma düşür. Allah'ım elə et ki, bu arzu xəyallar olmasın. İnşallah gerçək olsun. Qiyabi səyahət yox, kəndimizə Novruz bayramında əyani səyahət edilir. Bir daha bayramımız mübarək olsun, əziz qardaşlar. Nüvədi kənd icması üzrə, qanunlar üzrə cavabdeh şəxs Həsənova Sədaqət. Salam, axşamınız xeyir olsun, əziz ellilər, gözəl ellilər, əziz qadınlar. Bütün hamınızı kişilər daxil olmaqla Novruz bayramı münasibəti ilə təbrik edirəm. İndi bayrama qarışıq, Ramazan bayramı da var. Ramazan bayramınızda kim oruç tutur, orucları qəbul olsun. İnşallah sağlığıyla, can sağlığı ilə inşallah Ramazan bayramını da qeyd edərik. Qarşıdakı Novruz bayramında hamınızı təbrik edirəm.
Allah can sağlığı versin. Bəli, Nana xanım düzgün qeyd elədi ki, yadımıza düşür. Bəli, hər gecə düşür yadımıza, hər gün belə yadımıza düşür ki, bizim Novruz bayramımız necə keçərdi, gözəl keçərdi, geniş keçirərdik. Bəli, Novruz adət-ənənələri, Novruz özü ilk gün, təzə gün deməkdir. Çünki əmək bayramı da deyilir Novruz bayramına. Novruz bayramı günü hər kəs 40 gün əvvəl çalışar, hazırlıq gedərdi, evlər təmizlənər, bizim kənddə divarlara gedib ağ torpaq deyilən yer vardı, qazıb gətirərdilər, onu ayran kimi düzəldərdilər, indi emulsiya var onun yerinə, təbii şəkildə, gözəl ətri vardı onun, divarlara vuranda biz girirdik içəri ki, o təzə iyini qoxuyaq. Bəli, belə günlər biz keçirmişik, evlər ağardılar, hər yer təzələnər deyərdilər. Hamısı, bütün uşaqlar sevinərdi ki, Novruz bayramı gəlir, biz təzə paltar geyəcək. Novruz özü taxta çıxanda deyir, qırmızı paltar geyib. Biz də qırmızı paltar dikdirər və geyinərdik. Sevinə-sevinə gedib ocaq başında, çərşənbə günündə ocaq başından tullanardıq. Ağırlığım bu odda yansın, uğurluğum yeni gəlsin deyərək hamı bir-birinə can sağlığı diləyərdi. Bəli, bayaq qeyd edildiyi kimi Novruz bayramı ocaq başında, su başında insanları bir yerə toplayardı. Bəli, bircəlik bayramı da deyərlər buna. Çox qədimdən, yəni qədim ulularımız ocaq başında yığılıblar bir yerə və onlar bircəliyi oradan elə bizə dədə-babalarımızdan qalıb deyərlər. Bu məsəl doğrudur, bəli. Mən bunu dərslərimdə də uşaqlara qeyd eləyirəm ki, bizim möhkəmliyimiz, bizim bütün bircəliyimizdir ki, prezidentimiz də bunu həmişə deyir ki, dəmir yumruq ətrafında birləşək. Bəli, biz ocaq başında, dədələrimiz ocaq başında birləşib və biz həmişə bircəyik. Mehriban xalqıq, Azərbaycanlı olaraq biz həmişə mehriban olmuşuq. Deməli, Novruz bayramına qədər 4 çərşənbə qeyd edirik. Hər çərşənbəni də gözəl qeyd edirik Novruz bayramı kimi. Hər çərşənbənin özünün özəlliyi və gözəlliyi var. Deməli, ot çərşənbəsi, torpaq çərşənbəsi, su çərşənbəsi, yel çərşənbəsi. Hər çərşənbənin özünün ot çərşənbəsi odur, ocaq başından adlanırıq. Su çərşənbəsində hər kəs qapıda tutar və gedib qonşu qapısına su atar və özü üçün gözəl diləklər tutardı. Su atarkən qapıda duranda, qapıdan əgər evdən yaxşı səs gələndə deyərdilər ki, bəli, bizim tutduğumuz niyyətimiz yerinə yetişəcək, sevinib qaydardı. Ya başqa söz eşitsə, heyfsilənib qaydardı ki, bəs mənim belə adətlərimiz var idi, bəli. Ot çərşənbəsində, ocaq başında, hər yanda, dağlarda biz erməninin gözü qarşısında, təpələrimizdə ocaq yandırardılar, böyük tonqallar yandırardılar və bizim kənddə tonqalı yandırmaq üçün xüsusi bir ot var idi. O otdan bir neçə gün əvvəl yığardılar və qalayardılar. O otun xüsusi özəlliyi var idi, o başqa il vermirdi. Ocaq yandırardılar o otdan. Sonra torpaq çərşənbəsi odur ki, biz hamımız əmək bayramı deyirik ya, bəli. Yəni insanlar torpağı belləyir, ağacların dibini qazır və torpaq oyanır deyirik. Çünki bəli, oyanır. Qar, qış gedir, qar əriyir və torpaq yumşalır və oyanır. Sonra biz indi Novruz
qeyd edirik. Novruz bayramı günü də yenə çərşənbələrdən daha geniş şəkildə qeyd edirik. Süfrəmizə 7 naz nemət olan, məsələn, su aydınlıq deməkdir, süd, sirkə, bərəkət deməkdir. Sümbül qoymuşuq, stolumuzun üzərində də var, gördüyünüz kimi o 7 nemət. Sümbül, bar, bərəkət deməkdir, taxılımızdır, çörəyimizdir və sumaq, o da nemətdir, daddır, ləzzətdir və sarıköy, o da dad, ləzzət. İnsanlar öz tamını dadır deyərlər. Yəni bu nemətlərdən əlavə biz xonçamıza 7 ləvin deyirlər yenə də cürbəcür şirnilər, cürbəcür rəngli nabatlar və paxlava, şəkərbura, badambura və bir çox kim istəsə hansı şirniyyatı bişirib süfrəsinin başında stoluna qoyar, hamı qoyur. Yəni bu bizim adətimizdir. Bir adətimiz də var ki, hər bir ocaqda, hər bir evdə aş dəmləyərik. Həmişə deyərlər ki, bu bizim dünyadan, Allah hamının dünyadan köçənlərinə rəhmət eləsin. Yəni biz həmişə bayram qabağı gedib ölənlərimizi ziyarət edirik. Allah rəhmət eləsin deyib, sonra gəlib öz aşımızı süzərik və təamlarımızı dadarıq. Yəni belə bir bayramlar keçiririk biz. Bu bizim milli bayramımızdır, milli qürurumuzdur. Biz bu milli bayramı adət-ənənəmizdir deyə nəsildən nəsli ötürürük. Hər il ötürərkən də biz balalara da qeyd edirik ki, bizim adətlərimiz bunlardır. Hər bir adət. Yəni adətlərimizdən biri də budur ki, küsüllər barışar, mehriban olar və günləri xoş keçmək üçün Novruz süfrəsində həmişə gülərlər, danışarlar, xoş sözlər deyərlər. Qonşular bir-birinə gedir, bir-birini təbrik edir, yaşlıların əlini öpüb onlara şirniyyat aparırıq və görüşürük bayramlarımızda ki, onları bayram şirinisi ilə biz onları təbrik edəyək. Bəli, bu bizim borcumuzdur, adət-ənənəmiz olaraq biz bunu borc bilirik həmişə. Novruz deyimlərimiz var. Novruz stolunuz bərəkətli olsun, hamınıza deyirəm. Burada olanlara da, olmayan ellilərimizə də, kəndçilərimizə də deyirik. Novruz milli bayramdır, adət-ənənəmizdir. Novruzunuz mübarək olsun. Həmişə xoş keçirəsiniz bayramınızı. Gözəl insanlar, gözəl ellilər. Sizləri təbrik edirəm. Çox sağ olun, minnətlər. Teşekkür ederiz Sədaqət xanım. İndi isə söz verilir Lehbaz kənd icması üzrə qadınlar üzrə cavabdeh şəxs Pakizə Kələndərovaya. Hər birinizi salamlayıram. Gələn ayaqlarınız var olsun. Biraz Novruzdan danışacağım. Bəli, Novruz bir çox müsəlman ölkələrdə qeyd olunur və təbii ki, Novruzun da öz ənənələri var ki, mütləq ki, çərşənbələr, hər çərşənbənin öz özəlliyi var, öz gözəlliyi var və hər ailələrdə məhz bu Novruz bayramında mütləq ki, yumurtalar boyanır, səməni cücərdilir təbii ki və demək istəyirəm ki, istər kiçikdən böyüyə kimi bu bayramı hamı gözləyir. Çünki bu bayramın da təbii ki, bərəkəti də var. Hər ocağın başında təbii ki, kiçikdən yenə də deyirəm, böyüyə kimi biz toplaşırıq və çox həyətlanlıyam, qüsura baxmayın. Bir daha hamınızı təbrik edirəm. Novruz bayramınız mübarək olsun. Süfrəniz hər zaman bərəkətli, bol və ruzili olsun. Hər birinizə Allahdan uzun ömür, can sağlığı arzulayıram. Sağ olun.
Kəmali xanıma söz verilir. Hamınızı xoş gördüm. Mığrı rayonunun əziz insanları, evlilər, gözəl bir ayda, gözəl bir məqamda yığışmışıq. Ramazan ayında Novruz bayramını qeyd edirik. Bu ayda hər bir kəsin tutduğu oruçlar, etdiyi dualar Allah dərgahında qəbul olunsun. Ən böyük duamız odur ki, biz yenidən vətənə qayıdaq, o yurdumuza qayıdaq. Növbəti Novruz bayramını, növbəti Ramazanları, gözəl günlərimizi, xoş günlərimizi biz o torpaqlarda qeyd edək, hər birimiz. Biz burada Mığrılar olaraq Mığrının həsrəti ilə yaşayırıq, Göyçərlər Göyçə həsrəti ilə. Ümumiyyətlə, hər birimizin o vətən həsrəti bitsin inşallah. Hamımıza can sağlığı arzulayıram. Qarşıdan gələn Novruz bayramımıza, Ramazan ayımıza təbrik edirəm. Var olun, bu adətlərimizi, bu gözəlliyimizi o torpaqlarımıza davam etmək ümidi ilə. Sağ olun. Son olaraq söz verilir Marazəli kənd icması üzrə Qadınlar üzrə cavabkeşəs Uliyeva Nazirə xanım. Axşamınız xeyir, əziz evlilər. Hamımızın bayramımızı təbrik edirəm. Necə belə illərə çıxasınız, yaxın gələcəkdə öz doğma yurtlarımızda qeyd edək inşallah. Marazəmi deyəndə necə gözəl səslənirsə, adı kimin özü də gözəl kənddir. Yəni bu xatirimizdə həmişə gözəl bir kənd olaraq qalır. Bizim kənd ən balaca kənddir, düzdür, balaca olmağına baxmayaraq bir balaca ağıllarda böyük oğullar yetişdirir balaca ağıllar. Mövzumuz bu deyil, Novruz bayramından əlaqədardır, ona görə də Novruz adət-ənənələrimizdən danışmaq istəyirəm. Bizim kənddə cəmi 20-25 təsərrüf vardı, o da zaman dəyişirdi. Novruza qalmış, yəni fevral ayının axırından başlayaraq hər çərşəmələrdə hazırlıqlar gedirdi. İlk çərşəmədən başlayaraq ev eşik təmizlənərdi, həyat baca ağardılardı, meydanlar sil-süpür edib təmizlənərdi. Yadımdadır, oğlan uşaqları güc bəlayla bizim kənd dağın ətəyindəydi. O köhnə təkərləri çıxardır, otlar qoyardılar orada, yandırardılar. Səhərə qədər o yanardı həmişə. Ondan əlavə bizdə idarənin həyətində böyük meydan vardı. Orada da böyük tənqalar yandırardılar. Bütün kəndin cəmaatı onun ətrafına yığışardı. Bizim kəndin kişiləri çox lətifələr danışırdı. Həmişə o tonların ətrafında lətifələr danışardılar. Oğlanlar görsə qız paltarı geyərdi, qızlar oğlan paltarı geyərdi. Yəni belə çox təmtəraqlı keçirərlər, maraqlı olardı. Bayram axşamları il axır çərşənbədə papaq atardı uşaqlar. Qız gəlinlər qapı uzardı ki, qulaq asaq. Həmişə evdə deyirdilər ki, xoş şeylər danışın ki, qoy qapıya gələn xoş şeylər eşitsin. Bir də adət-ənənəmiz vardı. Ən çox bizim kəndimizdə qozlu dastana pişirərdilər, təbirlər. Sonra kətə pişirirdilər. Bir də hər kəsin evində maşınka vardı. O maşınkalarda bu da neftirən işliydi. Özünün xüsusi biskvit qabları vardı. Onlar da biskvit pişirərdilər. Hələ indi də o biskvitin izi mənim burnumun ucundadır. Sonra cəmaatı 3 gün hər kəs ilk öncə qocaları gelirdi ziyarətə. Bütün qocalar ziyarət olunmaydı, heç kəs kənarda qalmamalıydı. O zamanlar belə paketlər olmadığına görə hər kəs qəzetin arasına bir xeyli hədiyyələr yıxardı. Hətta elə olurdu ki, doğmalar üçün paltar-palazda yeni paltarlar zat alardılar, hədiyyə aparardılar. Sonra yadımdan çıxdı, sonrası da yox. Belə adət-ənənələrimiz vardı. İnşallah ki, yadımdan çıxdı.
İnşallah ki o günler olsun ki öz doğma yurdumuza qayıdaq, bu adət-ənənələrimizə davam elətdirək. Yəni düzdür, nə qədər təzyiqlər olmuşdu, nə qədər qadağalar olmuşdu, biz yenə də o Novruz adət-ənələrimizi saxlayırdıq, həmişə davam elətdirirdik. İnşallah tezliklə qismətimiz olsun, bütün ellilərimiz doğma yurdumuza qayıtsın, sevinclə belə, mən içimdən bir belə arzum var ki, gedək öz kəndimizə, o bizim o böyük bir klubda çay süfrəsi, qismət olarsa, yəni mən özüm də iştirak edərəm o çay süfrəsinin ətrafında, istədiyim taamları da düzərəm ora, o nənənin pişirdiyi qədim taamlardan o süfrəyə dözərəm. İnşallah bu günlər qismətimiz olsun. Oldu, çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Tezliklə doğma yerimizdə görüşmək ümidiyle. Sağ olun. Əziz qonaqlar, rəsmi hissə başa çatdı. İndi isə bədii hissəyə keçid edirik. Ümid edirəm ki, qonaqlarımız bu hissədə çox aktiv olacaq.
İrəvanda xalq almalıdır.
can sağlık versin ve şehit atasını gördüm burada, şehit anasını gördüm ben burada. Ben onların her birinin karşısına baş eğlen. Belə igid, belə cəsur evladlar dünyaya bəxş eləmişsiniz. Onların ruhu qarşısına baş eğlen. Ve ben bir ata hakkında, bir ana hakkında bir muğam seslendirmek istedim. Sen mümkünse. Parladı kalbimden yine o günler, o günler, o günler. Parladı kalbimden yine o günler, ne yakın göründü bana o günler, o günler, o günler.
təbrik edirəm xalqımızın. Və arzu edirəm ki, ruzi bərəkət evinizdən əskiy olmasın. Əminəmallıq olsun inşallah hər zaman. Allah dünyamızı salamat eləsin. Var olasınız. Siz sağ salamat inşallah. Əziz qonaqlar, olduqca maraqla keçən tədbirimizin nəhayət sonuna gəlmiş olduq. Qələborqud dastanında bir tonqal qalayanda bütün el-obanı şənliyə toya çağırardılar. 2 tonqal qalayanda bütün el-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. 3 tonqal qalayanda isə bütün el-obaya, el-oba birliyə